Qərb universitetlərindən birinin rektoru gəlmişdi. O deyəndə ki, oğlu universitet oxumadı, universitet oxumamağı seçdi. İnsanlar çox təəccüblənmişdi. Dayanmadan soruşurlar, necə yəni sizin oğlunuz universitet oxumadı? O da bunların təəccüblənməyinə təəccüblənirdi ki, oxumadı da, yəni nə var ki burada? İndi biz də baxarıq peşə təhsili. Yəni insanlar peşə təhsilinə ciddi maraq göstərmirlər. Halbuki bizim bacarıqlı, qabiliyyətli ustalara çox ciddi ehtiyacımız var. O usta, bacarıqlı, qabiliyyətli usta da ortaya çıxanda baxırsınız ki, o bir şirkət qurub, internetdə, Instagramda və ya müxtəlif sosial şəbəkələrdə öz işini PR etməyi bacarmır. Yəni elementar informasiya və kommunikasiya bacarıqları yoxdur ki, bir şirkət kimi kiçikdən başlayıb böyük bir xidmət şirkətinə çevrilsin. Ona görə bizdə praktik tətbiqi olmayan çox sayda diplomlu insanlar var, amma praktik bacarıqlar var ki, bizdə o çatışmır.